Deməli, bu xəbərlərə baxaq. Məlumat adlı ki, DTX-nın baş zabitidir. Deməli, dostlar, GT xəbərlərimizə, vacib xəbərlərimizə. Bu arada Azərbaycanda səs vermə hüququ olan 4 milyona yaxın insan var. Onun 3 milyonu istehlak kreditlərinə, yarım milyonu da biznes və kənd təsərrüfat kreditlərinə bağlıdır. Ölkədə krediti olmayan adam yoxdur. Krediti olmayan adam deyil, o ki məmurdur. Orta boynuzlu və iri boynuzlu məmurdur, o ki adam deyil. Və kərə yağı yoxdur, onu da göstərdim sizə, bunları təqdim elədim. Dünyada mətbuat azadlığına görə Azərbaycan neçənci yerdədir? Gəlin sayaq bir-bir. Mətbuat azadlığına görə birinci yerdə Norveçdir. Norveç ən gözəl ölkədir. Polkovnik İsa Sadıqovun yaşadığı ölkədir. İsa Sadıqov barədə mən efirdə arada bir danışıram ha. Amma İsa Sadıqov, mən hər şey deyirəm. Adamın üstündə Allah var. İsa Sadıqov barədə hər şey deyirəm. Yəni heç vaxt onu təhqir eləməmişəm. Onun ilə mənim mübahisəm yalandan bəhanə elədi. Kərim Vəliyevi bəhanə eləsə də onunla mənim mübahisəm, onunla bizim ayrılmağımız bu hökumətə görə oldu. Yəni Əli İnsanov satıldı və bunları da prinsipə qoşdu, hökumətə tərəf apardı. Yəni qarmağa keçirdi. Çıxılmaz vəziyyətə qoydu. Ancaq İsa Sadıqov böyük bir həyat yolu keçib şərəfli Azərbaycan zabiti olubdur. Mən heç vaxt onu təhqir eləməmişəm, tənqid hamını eləyirəm. Bu günə kimi İsa Sadıqov oldu efirdə, çıxmadı, nələr oldu, nələr elədi. Hələ mən, nə o məni, nə də mən onu təhqir etməmişəm. Mən İsa Sadıqovdan inşallah gələcəkdə hökumət dəyişəndə onun bilik və bacarığından istifadə eləməyə çalışacağam. İsa Sadıqov mənim üçün və Azərbaycan xalqı üçün dəyərli adamdır. Ola bilər indi bu aralarda ünvanı səhv salıbdır. Onun gələcəyi ünvan bizim yanımızdır. Vəssalam. Amma İsa Sadıqov əsla və əsla söyləsi insan deyil. Çox namuslu, qeyrətli adamdır. Qeyrətli, namuslu ailəsi var. Qeyrətli, namuslu bir nəslin nümayəndəsidir. İsa Sadıqov, polkovnik İsa Sadıqov. Bunu deyirəm sizə ha. Yeganə adamdır ki, Murgen o yaramazların efirinə çıxır. İndi yeri pərəstlikdən də dolayı ola bilər. Yeganə adamdır ki, ora çıxanların içində bir dənə İsa Sadıqova söyüşüm aid deyil deyirəm. Birinci yerdə Norveçdir, İsa Sadıqovun vətəni, müvəqqəti vətəni. İkinci yerdə bizə aid, yəni birinci yer, 34-cü yerdə 200 ölkənin arasında bəzi Avropa ölkələrini geridə qoyan Ermənistandır. Demokratiyaya görə, mətbuat azadlığına görə Ermənistan 34-cü yerdədir. Gürcüstan 114-cü yerdədir. Qazaxıstan 141-ci yerdədir. 141-ci yerdədir Qazaxıstan. Türkiyə 159-cu yerdədir. Belarusiya 166-cı yerdədir. Azərbaycan 171 ölkə arasında, 172 ölkə arasında, yox, 172 ölkə arasında Azərbaycan Koreyadan, nə bilim Rusiyadan sonra Azərbaycan 167-ci yerdədir. 167-ci yerdədir, baxın ha. Ermənistan 34-cü yerdədir. Azərbaycan 167-ci yerdədir. Görürsün. Necə də dəqiqdir elə. Necə də dəqiq hesabat eləmi. Görürsünüzmü? Nəysə.
Çox dünyanın belə hesabata çox dəqiq olur. Manatlıq taksi yığışdırılmalıdır deyir. Manatlıq taksilər hamısı qanunsuzdur. Hamısı manatlıq devlət deyir. Ha. Bunu mən demirəm. Ha. Birbaşa devlət ayna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Kəmaləddin Heydərov yaradıb. Kəmaləddin Heydarovun bacısı aynanın ərinə verib oranı işlətməyə və ayna deməli bəyanat verib ki, 1 manatlıq taksi anlayışı yoxdur, onlar hamısı qanunsuzdur. Və qanunsuzsa onlar niyə 60 manat, 100 manat verib taksilik eləmək üçün sertifikat alırlar? Niyə ayda vergi ödəyirlər? Ayna, bu devlət kim haranı sökür, tökür, dağıdır yeri, eləmə bir devlətdir. Elə də danışsa, elə devlətdir da qabili. Son dəqiqə ciddi xəbər, əslində qalsa bu xəbəri mən sabah deyəcəydim, bundan danışacaqdım, amma indi bir kəlmə ilə üstündən keçirəm. Rəsmi xəbərlərə görə artıq Azərbaycan indi də İran neftini, qazını, Azərbaycan indi də İran neftini, qazını, Azərbaycan nefti, fikir verin. Azərbaycanda İranın prezidenti gəlib Azərbaycan dilində şeir deyir. Amma bizim baş nazir Azərbaycan dilini bilmir, onu ilə Rus dilində danışır. Erməni. Ermənidir. Bir uçaydım bu çırpınan yerine, ağlaşaydım dağdan aşan seline, ağlaşaydım uzaq düşən eline, bir görəydim ayrılığı kim saldı. Ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi, sən də qaytar göylərə sal bu səsi. Baykuşun da dar olmasın qəfəsi. Burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları salır. Sağ olun. Değerli vətənlərim, burada bir şir darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Böyle şeiri fıxırdasan elə İlham Əliyevə deyir, uğraşsan sən. Hazırda mənim olduğum küçə Şuşanın Dəmir Yumruq küçəsidir. Ancaq mən indi bot tətbiqinə daxil olacağım və taksi sifariş vermək istəyirəm. Haraya? Yenə tətbiqdə olduğum Dəmir Yumruq küçəsi erməni adı ilə qeyd olunur. Növbəti küçə Şuşada Ramiz Qəmbərov küçəsidir. Şuşanın milli qəhrəmanı, Şuşamızın fəxri Ramiz Qəmbərovun adına olan küçə. Mən yenə bot tətbiqinə daxil oluram. Bir dəqiqə. Tətbiqdən ümumiyyətlə çıxaq və bir daha daxil oluram. Haraya? Növbəti erməni adı ilə olan küçə göstərir. Halbuki bizim dayandığımız küçə Ramiz Qəmbərov küçəsidir. Bolt Azərbaycan bu mərkəzdə Qarabağ alınıb ki, Şamiyanın o biri qız nəvəsinin Qarabağ əlindən çıxıb, bu biri qız nəvəsinin əlinə keçirsə, hələ üstəlik Şamiyanı milli qəhrəman kimi tanıyan millətin yerləşdirilməsini gözləyib o Qarabağı boş saxlayırlarsa, bunun adı nədir? Azadlıqdırmı ki? Elə o Dəmir Yumruq deyən adamın özü erməni deyilmi? Almaniyanın mənə söyüş söyən deyənlər, ala baxın. Payızda böyük şkaf alım, balaca evimə soxum. Qışda böyük şeir yazım, onu sən nefirinə soxum. Ay, çox. Mənə söyüş söymə deyənlər. Sonra bu hamısı şad xəbərlərdir. Bu hamısı İlham Əliyevin sonunu gətirən xəbərlərdir. Elə deyil.
ən güclü mollaların arasına girir. O nə bilim o ən güclü o mollalarına nə deyirlər o bilirsiniz də onlar. Mən bilmirəm. Mənim bir şuarım var. Harda molla tutdun orada da zolla. Və salam. İlham Əliyev orada da Netanyahunu 11 metrəyə qoydu. Orada Netanyahunu zərbə vurdu. Burada bundan başqa da gözəl xəbərlər çatdırdım dəyərli həmvətənəm. İlham Əliyevin qələmi qırıldı. İlham Əliyev bütün bu hadisələr, bu gedişat İlham Əliyevin sonundan xəbər verir. Nəysə. Kamran müəllim sual verə bilərəmmi sizə? Kamran müəllimə baxın, Kamran müəllim. Baş prokuror Kamran müəllim. Mənə görə də 5 il hakimiyyətini artırdı. Baxın, Kamran müəllim gör nə həyasız adam idi, nə cındır adamdı, baxın. Sevinç Sadıqova gör nə günə qoyur bunu. Meymun kimi qaçırır. Kamran müəllim sual verə bilərəmmi sizə? Mən müstəqil jurnalist Sevinç Sadıqova. Bu yaxınlarda bu məsələyə aidiyət olmasa da sizə bu sualı vermək istəyirəm. Bu yaxınlarda sizin prokurorluq mənə xəbərdarlıq edibdir. Dövlət rəsmilərinin ünvanına güya ki çirkin informasiyalar yayıram. Halbuki elə bir şey yoxdur. Mən sizi orada da qeyd eləmişdim ki və xahiş etmişdim ki, baş prokurorluq mənim məsələmlə bağlı araşdırma eləsin. Çünki mən təhdid olunuram, uşaqlarımla hədələnirəm. Nəyə görə prokurorluq mənim məsələmə baxmır, hələ mənə bir xəbərdarlıq edir. Mən deyirəm edin. Azərbaycan dövləti, Azərbaycan qanunları hər bir vətəndaşımızı qoyduğu o cümlədən də sizi mən xahiş edirəm. Mən təhdid olunuram Kamran müəllim. Amma siz deyirsiniz ki, olunmur. Bax, nəyə görə bu iş araşdırılmır Kamran müəllim? İcazə verin. Xeyr, mən sizi gəlib qəbulunuza düşə bilmirəm. Ona görə sizi burada görməyimə çox yaxşı oldu. Niyə belə deyirəm ki? Xeyr, mən təhdid olunuram. Və Kamran müəllimə də sual verirəm ki, niyə mən övladlarımla təhdid olunuram Kamran müəllim? Mən ləyaqətimlə təhdid olunuram, amma mənə kömək eləmirsiniz, mənə xəbərdarlıq edirsiniz. Lütfən mənə sualına cavab verin. Siz niyə cinayətkarları qoruyursunuz, vətəndaşı yox? Niyə qoymursunuz sualını verim ona, niyə qoymursunuz? Cəvabını verin, duraq da. Gördünüz dəyərli həmvətənəm, Kamran Əliyev axırda dedi, bunu saxlayın, rədd eləyin. Sevinç Sadıqova da söhbət eləyirik. Kamran Əliyevin öz arvadından xəbəri varmı ki, sizdən məndən xəbəri olsun? Yox, o məndən xəbəri var Kamran Əliyev. Nələr eləyirəm, çörək qazanıram, başıva dönüm səni, balıq təmizləyirəm. Canım benim. 16 yaşında uşağı okutururam. Ona atası yoxdur, anasına baxmır. 80 yaşında anamız balıq təmizləyir, 8-10 manat pul qazanır uşağını saxlamaq üçün. Görürsünüzmü? Neftkarları çox sürətlə tükənməyə doğru gedir. Azərbaycan dünyada nefti tükənən demək olar ki, Angoladan sonra ikinci ölkə olacaq. Yəni ki, Bana elə bir adam demir, professor, dünya səviyyəli iqtisadçı. Deyir, dünyada deməli 40 yaşından dostlar, 40 yaşından böyük olanların da spermatozoidi icra başçısının Siracəddin Cabbarovun 40 yaşından yuxarı Azərbaycan Sabirabadlıların və qabil sevənlərin 40 yaşından yuxarının da spermatozoidi bu icra başçısı Siracəddin Cabbarovun anasının ölübsə coruna arvadının, qızının, gəlinin dilinin üstünə töysün 40 yaşından yuxarı Sabirabad sakinləri və nə töysün? Spermatozoidini töysün. İrin yesin, irin qan yesin bunlar. Osman qızının mənə atıblar bu videonu. Osman qızı. Bu arada Osman qızı axır vaxtlar götlük eləyirdi. Amma son zamanlar Osman qızı baxıram deyəsən adam olmaq istəyir. Əvvəllər belə götlük eləyirdi bax. Belə xəbərləri sırazı qabil efirində tərifləyən kimi onu həmən yeri silirdi. Belə, bunun kimi. Baxın. Sizin üçün də və ki izləyicilərin üçün də qəribə gələcəkdir. Məsələn, bölgələrdə ən çox tanınan bu ölkədə 2 adam var. Onun biri əgər ölkə başçısıdırsa, ikinci şəxs Qabil Məmmədovdur. O gerçin fəaliyyət göstərir. Yəni, elə bir kənd, hətta ucqar kəndlərdə belə
Mesela müəyyən təmaslarım olmuştu, görüşüm olmuştu. Ben orada soruştum çünkü bu faaliyet saheme uygun olduğuna göre bəzən belə fərdi qaydada monitoringler aparıram. Herkes bu ülkede iki adamı mütləq tanıyır. Yani bu aslında neyi gösterir? Bu onu gösterir ki sizin üçün də Değerli vətənlərim, görürsünüzmü, ölkədə 2 nəfər tanıyırlar. İlham Əliyevi və Qabili. Narahat olmayın. Gedən gedir, Qabil gəlir. Ölkənin prezidenti özüm olacağam. Kiminsə xoşu gəlsə də, kiminsə xoşu gəlməsə də. Vəssalam, yolumuz yoldur. Qutardı getdi.